Salam, xoş gördük hər birinizi. Növbəti podkastla qarşınızdayıq. Bugün tələbəmiz Zəhra bəyimlə birlikdəyik. Salam Zəhra bəyim, xoş gördük. Salam. Zəhmət olmasa qısa özün haqqında məlumat ver, sonra davam eləyək. Salam, mən Zəhra bəyim Abdullayeva. Öncəliklə qeyd edeyim ki, 2 məktəbdə oxumuşam. Gəncə şəhər 4 nömrəli məktəbdə 1-ci sinifdən 7-ci sinifə qədər oxumuşam. Daha sonra 8-dən 11-ə qədər Gəncə şəhər fizika riyaziyyat informatika təmayüllü liseydə təhsil almışam və 2023-cü ildə də məzun oldum. Hal-hazırda Bilkənt Universitetində molekulyar biologiya və genetika ixtisası üzrə təhsil alıram və 3-cü kursa keçdim artıq. Məktəb vaxtları da biologiya olimpiadaları ilə məşğul olurdum. Həm Respublika fənn olimpiadaları ilə, həm də beynəlxalq biologiya olimpiadası ilə. Gəl məktəbin ilk dönəmlərindən, yəni 7-ci, 8-ci siniflərdən başlayaq ki, izləyənlərə daha rahat olsun. Həm biologiya ilə nə vaxt belə deyək, məşğul olmağa başladın və necə oldu? Ümumiyyətlə biologiyada marağını cəlb edən nə idi? Və o yoldan başlayaq, davam eləyək. Tamam. Mən ümumiyyətlə 4 nömrəlidə oxuyanda hal-hazırda adı xarici dillər təmayüllü lisey olaraq gedir. Bizdə ümumiyyətlə olimpiada anlayışı yox idi. Yəni heç kəs mənə belə bir olimpiada var və bu yolla da xarici təhsil ala bilərsən deməmişdi. Hətta fənn müsabiqələri ilə belə hazırlaşmırdım. Amma yenə də fizika üzrə getmişdim fənn müsabiqəsinə. Daha sonra liseyə qəbul olandan sonra direktorumuz Rəşad müəllim çox təşviq elədi olimpiyadaya gedin deyə. Mən də elə baxdım, yəni fənlərin arasında ən çox biologiya cəlb elədi məni və elə də artıq 8-ci sinifdən başlayaraq biologiya olimpiadası ilə məşğul olmağa başladım. Ondan sonra da artıq Respublika fənn olimpiadalarından sonra da artıq Bakıda keçirilən beynəlxalq olimpiada üçün dərslərə qatılmağa başladım və oradan da komandaya keçdim. 8-ci sinifdə nəticəniz nə olmuşdu? 8-ci sinifdə olmamışdı. Olmamışdı. 9-da? 9-da oldu, 10-da, 11-də. Bir bürüncü oldu, 2 gümüş oldu, beynəlxalqdan da bir bürüncüm oldu. Burada məsələn başlama nöqtəsi hansı mənbələrdən siz başlamışdınız? Yəni bizim yerli kitablardan mı başlamışdınız, yoxsa mənbə olaraq başqa istifadə ediniz? Yəni biraz o mənbələri bölüşərdiniz. Ümumiyyətlə deyim ki, yerli kitablar yəni çox kömək eləmədi, çünki həqiqətən də olimpiada ilə Azərbaycanda keçirilən biologiya arasında çox fərq var. Yerlidə, yəni Azərbaycanda keçirilən biologiya fənnində daha çox belə əzbər yönümlü gedir. Amma olimpiyadada daha çox yəni bir şeyi düzdür öyrənirsiniz, amma ondan sonra daha çox analiz eləməlisiniz və kritik olaraq düşünməlisiniz. Yəni aradakı fərq budur. Ona görə də yəni məncə hamı olimpiyadaya başlayanlar bunu bilir. Öncə Campbell-la başlamışdıq. Daha sonra isə müxtəlif məsələn Lodiş var idi, daha sonra insan fiziologiyası ilə bağlı müxtəlif kitablar var idi. Bunlarla davam elədik. Daha sonra isə artıq yəni kitabları oxuyandan sonra da yəni geriyə düşən sadəcə beynəlxalq olimpiyadanın suallarını işləməkdir. Burada mənim maraqlıdır ki, bir yerli olimpiada performansı var. Bir də buradan artıq dünya komandasına düşmək və dünyada o keçid necə olur? Çünki yerli olimpiyalarda 30 qalib ola bilər, 40 qalib ola bilər, amma beynəlxalq komanda biologiya mən yanılmırsam 4 nəfərdir. Aha, düzdür. Yəni məsələn 4 nəfərlik bir komandaya düşmək, o necə bir yoldur və orada daha nələri fərqli eləmək lazımdır ki, artıq 4 nəfərlik komandaya düşmək, bu bir sual. İkinci sual, bunun bir də gedib beynəlxalqda medal alma tərəfi var. İstəyirəm o təcrübənizlə bölüşəsiniz. Demək, tədris ili başlayanda elə bir Respublika fənn olimpiadasından finala keçənləri dəvət edirlər bir yerli bir imtahana. Bu imtahanda sırf beynəlxalq olimpiyadaya getmək üçün dərslər keçirilir. Həmin o dərslərdə iştirak eləmək haqqı qazanmaq üçündür. Bu imtahana gedirsən, yəni müəyyən sayda uşaqlar seçirlər və il boyu dərslər olur. Bakıda olur bu dərslər və il boyu da 7-8 dənə imtahan olur və hər dəfə məsələn dərsə getmirsənsə və yaxud da imtahan nəticən aşağıdırsa, elə bil ki, ələnirsən hər dəfə. Və belə yəni azala-azala artıq axıra 4 nəfər qalır. Həmin o 4 nəfəri də artıq aparırlar olimpiyadaya. Bəs yerli olimpiada ilə beynəlxalq olimpiyadanın kontenti və məğzi sualların mahiyyəti eyni mi olur, nələr fərqli olur? Məhz beynəlxalqda medal almaq üçün başqa nələr eləmək lazım olur? Demək, əslində mən oxuyan illəri yerli olimpiada ilə beynəlxalq olimpiyadanın arasında məncə çox fərq var idi. Çünki məsələn adi finalda da suallar düzdür, bəziləri oxşuyurdu, amma çoxsu yəni heç bir-birinə oxşamırdı. Amma artıq bu sistemi dəyişiblər. Yəni artıq yerli olimpiyadanın finalında, yəni beynəlxalq olimpiyadanın suallarını gətirib salırlar ki, məncə daha yaxşıdır. Yəni aradakı fərq budur. Amma beynəlxalq olimpiyadaya getmək üçün məncə təbii ki, yəni yerli olimpiyadalar səviyyəsində bilməlisən, amma ondan əlavə sualları məncə beynəlxalq olimpiyadanın daha çətin olur və
Bir də yəni çox balaca bir nüansdır, amma yəni bayağı bir səbir tələb edir. Çünki məsələn mən olimpiyadaya gedəndə yəni ki 1-2 səhifə belə artikel kimi bir şey oxuyurduq və daha sonra onu analiz etməmizi istəyirdi onu. Ona görə də məncə belə kitabları oxumaq belə çox xeyir eləyir. Çünki artıq olimpiyadada məsələn həmin o terminologiyanı başa düşmək falan sizin daha zamanınızı alacaq. Davamında artıq SAT və IELTS-ə nə zaman başladınız və o təcrübənizlə də bağlı istəyirdim bölüşəsiniz ki, hansı balları yığdınız, nə qədər müddət hazırlaşdınız, zəhmət olmasın. Mən IELTS-a çox tez başlamışdım. 9-cu sinifdə başlamışdım, səhv eləmirəmsə və Gəncədə bir kurs var idi, ora gedirdim. Oradan IELTS-dan 8 yığmışdım. SAT-yə elə Urufda hazırlaşmışdım Murad müəllimlə. Orada 1550 yığmışdım. Bir də TOEFL verdim may ayında. Orada da 106 yığmışdım. TOEFL-da özüm hazırlaşmışdım. Məsələn, indi SAT hazırlıq dövründə olan şagirdlərə yadınızda qaldığı qədərilə SAT, IELTS, TOEFL fərqi yoxdur. Bir neçə edə biləcəkləri fikir və ya ideya versəniz ki, nələrə fikir versinlər, nələrdə diqqətli olsunlar, sizcə nəyi yaxşı elədiniz ki, balınız yuxarı oldu, belə deyim mümkünsə? SAT üçün öncəliklə qeyd edim ki, səhv eləmirəmsə artıq SAT-nin formatı dəyişibdi və digital SAT-dir. Digital SAT olub, bəli. Deyəsən və suallar daha qısa olur. Tekstləri qısaldıblar, sualları da tekstləri də qısaldıblar. Hə, yəni amma yenə də uşaqlar narazıdırlar. Yəni hələ də narazı mətn uzunluqla bağlı hələ də narazıdırlar, amma SAT College Board-a görə qısaldıblar. Onu məncə mən də ilk dəfə oxuyanda bizdə hətta şey də var idi, belə hər hansı bir keçmiş bir ingilis ədəbiyyatından bir mətn salırdılar. Bilmirəm indi o hələ varmı? Yenə ədəbiyyat var, şeir var hətta, şeirlər. Onu məncə, yəni aşmaq üçün məncə sadəcə çox praktis eləməlisiniz. Yəni həqiqətən başqa bir yolu yoxdur. Praktis elədikcə həm öyrəşirsən o tekstləri oxumağa, həm də ki, məsələn mən nə edirdim? SAT-də yəni bilirsiniz ki, belə çoxlu hərdən qəli sözlər olur. Onu məsələn bir lüğət tuturdum və bir yerə yazırdım və belə öyrənirdim. Artıq sonrakı tekstləri işləyəndə mənim üçün daha rahat olurdu. Bir də ki, yəni təkcə test işləməklə deyil, həqiqətən sonra səhvlərə baxmaq da çox xeyir olur. Yəni səhvlərə baxandan sonra artıq həqiqətən də o səhvləri eləmirsən. Riyaziyyata gələndə isə riyaziyyat məncə SAT yəni rahat olur. Yəni mən 1 ay hazırlaşmışdım və 1 ayda yəni bəs eləmişdi. Yəni riyaziyyat üçün çox da məncə stres olmaq lazım deyil. Bəs IELTS-la bağlı təcrübəniz? IELTS-a çox erkən başlamışdınız. Rahat gəlmişdi yoxsa biraz 9-cu sinif erkən idi? IELTS-a hazırlaşdığım zamandan öncə pandemiya idi. Mən də pandemiya dövründə çox ingilis dilində kinolara, filmlərə baxırdım. Yəni ingilis dilində elə öyrənmişdim. Ona görə IELTS-dan qabaq elə bir General English deyilən bir şey var idi. Yəni ona heç getmədim, elə imtahan verdim. Dedilər ki, pre-IELTS-a gəl. IELTS-da da belə deyim, writing-i çətin olur həqiqətən də. Mənim üçün də çox çətin idi. Yəni məncə çalışın ki, reading-dən və listening-dən nə qədər bal toplaya bilirsinizsə, oradan bal toplayın. Speaking-ə gələndə isə mən məsələn güzgüdə özümə baxa-baxa danışırdım. Yəni belə inkişaf elətdirdim speaking-imi. Writing-də yəni sadəcə essay yazmaq lazımdır. Bunun xaricində bir şey deyə bilmərəm. Okay. 2023-cü ildə artıq 22-də yəqin ki başladınız. Hansı ixtisasa müraciət etmək haqqında qərarınız necə oldu? Hansı ölkələrə? Biraz o proses haqqında danışaq və oradan davam edək. Mən ümumiyyətlə biologiyaya olimpiadaları ilə yəni məşğul olandan sonra belə baxdım ki, məni ən çox cəlb eləyən molekulyar biologiyadır. Molekulyar biologiya da nədir? Yəni məsələn molekullardır, hüceyrədir. Bunların hamısının daha molekulyar səviyyədə öyrənilməsidir. Buradakı DNT-dir, proteinlərdir falan. Bu mənim üçün daha maraqlı gəlmişdi. Ona görə dedim elə molekulyar biologiyaya yönəlim. Universitet seçiminə gələndə isə burada RUF kömək elədi. Çünki mən açığı, yəni balaca olanda da belə xaricdə təhsil deyə bir arzum yox idi. Çünki elə bir məlumatım yox idi. RUF-la da yəni konsultasiya keçəndən sonra elə Amerikadır, sonra Koreyadır, Sinqapurdur, yəni ki, bu iki universitetlərə müraciət elədik. Və 23-cü artıq nəticələriniz necə oldu və haralardan qəbul gəldi və hara getməyə qərar verdiniz? Demək, çox yerə müraciət eləmişdik. Koçdan qəbul gəldi, Bilkəntdən qəbul gəldi. Sonra Türkiyə burslarına da müraciət eləmişdik. Oradan İT-dən qəbul gəldi. Bir də Chicagodan waitlist gəlmişdi. Mən də Bilkənt'i seçdim. Bilkənt'i seçmənizdə bu listə xüsusi səbəb var idi, yoxsa yəni sizə daha maraqlı olan nə idi? Elə bir Koçla Bilkəntin arasında qalmışdım. Ancaq
belə araşdırdım çox. Yəni Bilkəntin belə deyə akademik kadrosudur, laboratoriyalarıdır. Bunlar daha yaxşı olduğuna görə Bilkəንቲ seçdim. Həmin dövrdə siz müsahibədən azad olurdunuz. Yoxsa onda o qayda yox idi? Müsahibəyə Yox. girmişdiniz DP ilə? Yox, elə bir 2022-də Beynəlxalq Olimpiyada Ermənistana düşdü. Ona görə yəni hərdən iştirak eləyə bilmədim. Sonra elə bir 2023-də medal almışdım, amma artıq yəni DP-dən qəbul olandan sonra idi yəni. Orada müsahibə təcrübən necə olmuşdu? Müsahibə necə keçmişdi? Müsahibə rahat keçmişdi. Onu qeyd edim ki, öncəliklə Türkiyə burslarının müsahibəsinə. İki müsahibədən danışsan yaxşı olar. Hə. Onun müsahibəsində çox həyəcanlı idim. Çünki ilk dəfə düzdür, əvvəllər müsahibələrə girmişdim, amma hamısı onlayn şəkildə idi. Amma Türkiyə burslarına girəndə, yəni qabağımda 3-4 nəfər və hamı da belə çox qorxunc görünürdü açığı. Girdim, biraz həyəcanlı idim, amma yenə də yəni ki danışdım. Bu elə bir mənim üçün dərs oldu, çünki düşünürəm ki, daha da yaxşı ola bilərdi. Yəni özümü daha yaxşı ifadə edə bilərdim. DP-nin müsahibəsinə gedəndə də DP-də də 3 nəfər olur. Sizin ixtisasınızdan bir nəfəri gətirirlər, sonra proqramı rəhbərini gətirirlər, bir də Neft Fondundan birini gətirirlər. İxtisasınız barədə suallar verirlər, amma mən xeyli hazırlaşmışdım ixtisasım, amma həqiqətən də çox asan suallar vermişdilər. Yəni məktəb səviyyəsində suallar vermişdilər. Bir də məsələn, niyə Türkiyədə oxumaq istəyirsiniz? Bölümünüzü niyə seçdiniz? Kimi suallar verirdilər. Və orada da yəni ən yaxşı məncə tövsiyə ola bilər ki, həyəcanlı olmayın yəni. Burada maraqlıdır ki, bizi izləyən, bura qədər izləyənlər, şagirdlər üçün bir fikir olaraq deyim ki, ekspertin verdiyi, xüsusən bakalavrlarda verdiyi sualların tərzi ekspertdən çox asılıdır. Məsələn, sizin kimi qeyd edən çoxlu tələbələr də var ki, müsahibə çox rahat keçdi. Bir-iki dənə fizika sualı verdi, bir-iki dənə riyaziyyat sualı verdi, bir-iki dənə amma bəziləri də var ki, onun müsahibəsində iştirak edən ekspert onu çox sıxıbdır. Yəni çox dərinə gedib, çox detallı suallar verib və yəni dalbadal bilmirəm, yox tipli cavablar verəcək nöqtəyə gətirib. Buna görə elə biraz da bu gedişatdan çox asılı olan bir şeydir. Və artıq 2023-də Bilkəntdə oxumağa başladınız. Amma paralel olaraq da məncə bir il daha müraciətlər elədiniz. Şansları yoxlamaq üçün. Mən istəyirəm ki, Bilkənt'i biz ayrıca danışaq, amma o növbəti il müraciət prosesinizdən və hansı universitetlərdən cavablar aldınız və yenə niyə Bilkəntdə qaldıq? Çünki məncə maraqlı təcrübədir. Biz izləyən digər şagirdlər də istifadə edə biləcək bir təcrübədir. İstəyirəm onu bölüşəsiniz. Universitetlərdən danışım da, düzdür? 24-ün müraciətlərindən. Aha. Mən fikirləşdim ki, artıq olimpiyada medalım olduğuna görə məncə artıq yəni şansım daha yüksəkdir. Və yenə məsələn MIT, Yale, Stanford, sonra KAIST-dir, Nanyangdır. Bu kimi universitetlərə müraciət elədik. Bir də UK-də 5 universitetə müraciət elədik. Bunlardan MIT-dən intervyu gəlmişdi. Sonra 2 dənə Manchesterdən, bir də University of Manchester, bir də University of Edinburgh bunlardan qəbul gəlmişdi. KAIST-dən, bir də Nanyangdan qəbul gəlmişdi. Bu açığı bu 2024 daha mənim üçün rahat idi. Çünki artıq 23-də artıq yəni onun stressini bir növ keçmişdim artıq. Məsələn, esselər falan da artıq yazmışdım. Yəni ki, belə, yəni daha rahat idi mənim üçün. Nə yaxşı Bilkəntdə qaldımsan. KAIST, Manchester, Edinburgh bu listə saydıqlarınıza getməmə səbəbiniz nə idi? Orada əslində tamamilə maliyyələşmə problemi idi. Yəni ki, dövlət proqramı ilə biraz orada problem çıxdı. Dövlət proqramı ilə elə ki 4 illik bir müqavilədir. Mən də 1 ilini Bilkəntdə artıq işlətmişdim. Yəni digər proqramlarda 4 illik olduğu üçün, yəni artıq 5 ilə uzada bilmirdik. Hə, başa düşdüm. Bəs KAIST-in halında niyə getmədiniz? KAIST-in halında da artıq Bilkəntə verdiyi pulu geri ödəməli idik. Dövlətə qaytarmaq üçün. Ona görə. Hə, anladım. İstəyirdim ki, indi biraz 2 il artıq Bilkəntdə olmusunuz. Bilkənt təcrübənizi və molekulyar biologiya və genetika ilə bağlı danışardınız. Məsələn, bu sahə ölkəmizdə çox da geniş yayılmayan istiqamətlərdəndir. Və ümumiyyətlə biologiyaya maraq olan və ya kimyaya maraq olan, genetika ilə maraqlanan şagirdlər üçün, tələbələr üçün biraz daha açarsınız ki, hansı istiqamətlərə yanaşır, hansı istiqamətləri öyrənir və ümumiyyətlə 1-ci, 2-ci kurs necə keçib, dərsdən başqa hansı fəaliyyətlərlə məşğul olmusunuz? İndiyə qədər nə eləmişsiniz, sonra artıq gələcək planlara keçirik. Demək, artıq 2-ci ilimi bitirdim. 1-ci il ümumiyyətlə daha çox məsələn ingilis dili keçdi, kalkulus keçdi, sonra
türkcə keçdi, yəni ki, belə introductory dərslər olur, kimya olur məsələn və bunlar məncə daha rahat dərslərdir. Yəni məsələn burada olimpiyadan da çox xeyir oldu mənə, çünki biologiya dərslərinə girirdim və artıq yəni nədən söhbət gedir anlayırdım. Yəni bunun bir plusu da burdadır. Artıq ikinci ildə yəni daha ağır olmağa başladı. Məsələn Python keçməyə başladıq. Sonra məsələn üzvi kimyadır, sonra Linux-dur və genetikanın daha dərinə enməyə başladıq. Məsələn burada da mənim üçün bir dərs oldu ki, gərək məsələn məktəbdə kodlaşdırma öyrənərdim, çünki həqiqətən Python-da çox çətin oldu. Hər həftə lab var idi və hər həftə ona hazırlaşmaq həqiqətən zorlayıcı gəlirdi. Bunun xaricində məsələn humanitar dərslər də götürə bilirsiniz. Məsələn mən sosiologiya götürmüşdüm və yaxud da məsələn universitetin mənim üçün yəni ən faydalı yönlərindən biri də məsələn research paper necə yazılır onu öyrəndim. Məsələn ingilis dili dərsində, hətta tarix dərsində belə bunu öyrədirdilər bizə. Məsələn citation eləmək, məsələn mən bunu bilmirdim və yaxud da bilmirəm reference verməyi ümumiyyətlə məsələn argumentative essay necə yazılır falan bunları öyrəndik bütün bölüm xaricində. Bölümdə isə təbii ki bəzi biologiya dərslərinin labları olur. Bizim lablar məsələn hər həftə olurdu və qruplara bölünüb bir nəsə öyrənirdik. Məsələn lablarda da çox şey öyrəndim. Amma hal-hazırda mənim yəni yönəlmək istədiyim sahə bioinformatikadır və ikinci ilin başından elə orada bir professorla işləyirik bir araşdırmanın üzərində. Elə yeni gəlmişəm, əslində 1 ay staj elədim, orada yay stajı elədim sırf bu sahə üzrə. Yəni onu deyə bilərəm ki, məncə bu bölümü seçəcəksinizsə daha yəni çox sevirsinizsə seçin, çünki həqiqətən biraz çətin bölümdür. Çətin bölüm dediyim, yəni sadəcə olaraq çox şey öyrənməlisiniz, çox şey oxumalısınız. Məsələn, akademiya yolunda irəliləmək istəyirsinizsə, həqiqətən bir çətin bir yoldur məncə. Məsələn, bunu həm özümdən də görürəm, həm də hətta professorlarımdan da görürəm, doktoranturalardan da görürəm. Məsələn, adi bir araşdırma fikri olur və ondan qrant almaq üçün nə qədər əziyyət çəkirlər. Yəni ona görə də doğrudan da sevirsinizsə məncə bu sahədə irəliləyin. Əgər məsələn biologiya xaricində proqramlaşdırma xoşlayırsınızsa elə mənim kimi məsələn bioinformatika sahəsinə də yönələ bilərsiniz. Biraz açsaydınız orada bioinformatikanın. Bioinformatika elə bir ki nədir? Sizə məsələn bir data verirlər, tutaq ki sizin DNT ardıcıllığı. Məsələn onu siz analiz etməlisiniz. Məsələn data cleaningdir, data wranglingdir, data məsələn görünməsidir, visualizationdır. Məsələn bunlarla məşğul olursunuz. Müxtəlif toollar var, müxtəlif texnologiyalar var. Müəyyən elə bir ki pipeline ilə olur. Pipeline-də nədir? Məsələn hər hansı bir datanı analiz etmək üçün sizə müxtəlif steplər verirlər. Məsələn bunları izləməlisiniz. Yəni sadəcə olaraq bu sahə budur. Bu sahənin də məncə yaxşı bir sahədir, çünki artıq texnologiyalar falan çox inkişaf elədiyi üçün məsələn insanlar haqqında data, heyvanlar haqqında data çox olub və bunları analiz etmək lazımdır. Ona görə də bu sahə xeyli inkişaf edibdir. Bəs bir də sizin ixtisasda bir də genetika tərəfi var, molekulyar biologiya və genetika. Biraz istəyirəm genetika haqqında da danışasınız ki, genetikanın mahiyyəti, öyrəndiyi istiqamətlər və gələcək sizə görə gələcək perspektivləri. Əslində molekulyar biologiya və genetika arasındakı fərq yəni bundan ibarətdir. Molekulyar biologiya deyəndə məncə daha belə deyim, kapsamlı bir ifadədir. Amma genetika deyəndə sırf DNT-dir, RNT-dir, yəni bunlara fokuslanır. Burada da məsələn hər hansı bir DNT-lik irsi xəstəliklər ola bilər. Məsələn bunların çözümüdür və yaxud da gene editingdir. Məsələn CRISPR-Cas9 mexanizmləridir. Yəqin ki eşitmisiniz. Məsələn onlar üstünə fokuslanır. Eşitməyənlər üçün desəz yaxşı olar. CRISPR-Cas9 nədir? Məsələn tutaq ki hər hansı bir irsi xəstəlikdə sizin DNT-nizdə bir səhv var. Sırf oranı hədəfləyir və oradan məsələn kəsib və başqasını yapışdırır. Yəni sadəcə olaraq budur. İlk kursda və ya ikinci kursda qoşulduğunuz hansısa klublar, dərnəklər, dərsdən kənar fəaliyyət oldu mu universitetdə? Biraz istəyirdim o, yəni akademiya, dərs, kodlama, Python, bunun yanında başqa nəsə həyat var idimi? Bilkəntdə bəli çox genetika klubu var, yəni çox başqa klublar var. Bunlara qatıldım. Məsələn bəzi seminar kimi bir şey var idi. Onlarda da könüllülük elədim bir neçə yerdə. Sonra Bilkəntdə GEP deyə bir şey var. Könüllülük bir proyektidir. Gedib məsələn balaca uşaqlardır falan onlara dərs keçirsəm, məsələn onlara dərs keçmişdim. Yəni bunun xaricində çoxlu məsələn sinema klubu var, mən çox xoşlayırdım. Və yaxud da həqiqətən çox fərqli məsələn şahmatdır, nə bilim
Wizards-dır, yəni ki, belə qəribə klublar var. Və Bilkəntdə məncə bir dənə mənfi nöqtəsi budur ki, düzdür, belə klublar var, amma dərslər həqiqətən çox ağır olduğu üçün bunlara da biraz vaxt qalmır. Yəni onu da məncə Bilkənt seçəndə nəzərə alın. Dəyərləndirə bilmirlər klublar üçün. Biraz elə olur. İstəyərdim ki, bir professorla olan o professorun backgroundu və research'ınız haqqında danışasınız. Və normalda bir çox tələbələr 3-cü kursda falan intern eləməyə çalışır. Siz dediniz ki, bu yay dövründə 1 ayda intern eləmisiniz. Bir də o təcrübənizi danışardınız ki, ümumiyyətlə necə bir proses idi, necə müraciət elədiniz, necə davam elədiniz? Mənim indi yanında işlədiyim professor bizə 101 dərs verən idi. Yəni ki, ilk semestrdə olan birinci tanıdığım biologiya müəllimi idi. Onun da elə sahəsi bioinformatika idi. Mənim də xoşuma gəldiyi üçün sırf yəni elə yarandı. Dərsdən sonra qalırdım, suallar verirdim, ofis saatlarına gedirdim ki, məncə burada yaxşı bir şeydir ki, professorlarınızın ofis saatlarına gedin, çünki həqiqətən sonra xeyrini görmüş olursunuz. Ofis saatlarına gedirdim. Elə ondan sonra mənə özü mail atdı ki, belə araşdırma qrupu qururam, istəyirsən sən də qatıla bilərsən. Elə mən də qatıldım. Hal-hazırda mental xəstəliyi var, yəni onun üzərində çalışırıq. Onun public datasetləri falan analiz eləyirik. Internship məsələsinə gəlirsək də, Bilkəntdə ümumiyyətlə məzun olmaq üçün 2 dənə internship eləməlisiniz bizim bölümdə. 2-ci ilin yayında, bir də 3-cü ilin yayında. Yəni bu sırf zorunlu, mandatory bir internship idi. Və interndə siz onda datasetləri analiz eləyirdiniz sonra? Məndə elə bir ki, daha çox analiz olunmuş bir şey idi. Mən onu sadəcə olaraq başqa bir formata çevirib bir tool atırdım. Vizualizasiya eləyirdiniz. Okay. İndi artıq biz yəqin ki, bu podkastı yayımlayanda sizin artıq 3-cü kursunuz başlamış olacaq. Ümumiyyətlə mən istəyərdim ki, 1-ci kurs anladım ki, ümumi dərslərdir, 2-ci kursda daha spesifik. Bu davamı necə gəlir Bilkəntdə? Məsələn, 3-cü kurs dərsləri bəllidirmi, yoxsa seçəsizmi? Hansı yöndə daha, məsələn, bioinformatika ilə bağlı elektivlər şansı çoxdurmu, yoxsa core kurikulum davam eləyir? Biraz o Bilkəntin o tərəfində danışardınız. Ümumiyyətlə, birinci gedəndə heç bir kursa preregistrasiya, registrasiya eləmirsiniz. Yəni, birinci kurs olduğunuz üçün özləri eləyirlər. Amma artıq ikinci semestrdən özünüz eləməlisiniz. Məsələn, preregistrasiya dövrü ilə davam eləyir. Məsələn, mən elədim, artıq 3 bölüm dərsidir. Bir də 2 dənə də humanitar dərsdir ki, bu humanitar dərslərdə yəni ki, bütün universitet alır. Yəni, universitet belə şeylərə çox önəm verir. Daha çox yəni 3-cü ildən başlayaraq elə bölüm dərsləridir. Bir də bütün yəni 4 il boyunca 4 dənə bölümünüzlə bağlı elektiv olur ki, bunları almalısınız. Mən də elə bioinformatika sahəsini almağı düşünürəm. Bəs o növbəti uzun müddətli perspektivdə 2 il sonra artıq məzun olacaqsınız inşallah və davamı ilə bağlı planınız akademiya ilə mi davam eləməkdir, yoxsa necə bir profildə görürsünüz özünüzü, yəni? Məncə ümumiyyətlə hər hansı bir bizim sahədə hər hansı bir yaxşı bir şirkətdə çalışmaq istəyirsinizsə, mütləq şəkildə magistr və PhD olmalıdır. Mən əslində əvvəllər düşünürdüm ki, magistr olsa bəs eləyər, amma məsələn bizim labda biri ilə danışdım. Məsələn deyirlər ki, hətta PhD belə, yəni ki, sizi çox önə aparır. Ona görə magistr və doktorantur eləməyi düşünürəm. Ondan sonra isə açığı fikrim akademiya deyil, çünki dediyim kimi həqiqətən biraz çətin işdir, biraz səbir lazımdır. Ona görə yəni PhD-dən sonra sırf yəni industri yönümlü getməyi düşünürəm. Bəs burada düşündüyünüz yol xəritəsi daha çox yenə Bilkəntlə mi davam eləməkdir, yoxsa hansı istiqamətə yönəlməkdir, yəni magistr və doktorantura üçün ağlınızda olan tracklər, yəni bioinformatikada hansı universitetlər və ya hansı ölkələr daha qabaqdadır? Hal-hazırda yəni artıq gələn il apply eləməyə başlayacağam. Ona görə araşdırmaya da başlamışam. Amma fikrim Avropa ilə Amerikadır, çünki daha yaxşı inkişaf eləyibdir. Amma hələ də yəni universitetləri araşdırmaqdayam. Zəhrə bəy, burada mənə maraqlıdır ki, daha kiçik siniflərdə olan və bəlkə bu podkasta baxandan sonra marağı formalaşan şagirdlərə və ailələrinə bir neçə məsləhət verəsiniz ki, fikir verəsiniz ki, nələrə diqqət edə bilərlər, nələri mütləq yoxlasınlar, oxusunlar. Bu mənbələr ola bilər, bu fikirlər ola bilər ki, onların belə deyək, qərar verməsinə kömək edəcək, təsir edəcək. Nələrsə bölüşsəniz minnətdaram. Məncə artıq 6-cı, 7-ci sinifdən ingilis dili öyrənməyə başlayın. Çünki hər
anlamda esselər belə ingilis dilində yazılır. Yəni ki, hər anlamda önəmlidir. Artıq 8-9-dasınızsa, yəni fikriniz məsələn olimpiyadadırsa və yaxud da başqa bir şeydirsə, artıq onlara yönəlməyə çalışın. Çünki artıq 10-cu sinifin, yox 11-ci sinifin başlanğıcından artıq apply eləməyə başlayırsınız. Yəni sizin apply elədikləriniz artıq 10-cu sinifə qədər nə elədinizsə odur. Esseləri yaxşı yazın deyəndə çox erkəndən başlayın yazmağa. Bir də çalışın ki, yəni ki, necə deyim, özünə məxsus bir insan olun, necə autentik bir insan olun. Yəni sırf oradakı insanların nə xoşuna gələcək deyə yazmayın. Həqiqətən özünüzün maraqlarını, özünüzün xarakterinizi əks etdirəcək bir application yazın. Bundan başqa məncə bütün proses çox stresslidir məncə və amma doğrudan 2 il sonra artıq heç bir önəmi qalmır məncə. Ona görə yəni çalışın, zövq almağa çalışın desəm çox qəribə olacaq, amma yəni ki, çalışın çox stress eləməyin. Təşəkkür edirəm Zəhra bəyim. Çox sağ ol dəvətimizi qəbul edib gəldiyin üçün. Ümid edirəm ki, növbəti 2 il çox səmərəli və faydalı dəyərləndirərsən və biz artıq sizinlə Bilkənt məzuniyyəti və ya magistr doktorantura yolunuzda növbəti illərdə söhbətlər çəkərik. Təşəkkürlər, bol uğurlar. Çox sağ olun dəvət elədiyiniz üçün.